Hal-hazırda gəldim Praqaya. Gördüyünüz kimi arxada lövhələr var idi. Pasportu yaxınlaşdırırsan, oradan skan edir və ölkəyə daxil ola bilərsən. Bilirəm, Praqa çox gözəl şəhərdir. Gedirik hal-hazırda hostelimizə, göstərəcəm sizə hostelimizdə. Yerləşəndən sonra gəzintiyə davam edə bilərik. Hava limanından çıxan kimi taksiyə minməyə ehtiyac yoxdur. Burada aparatlar var. Hava limanından çıxan kimi aparatlara yaxınlaşırsan. Çox sadə. Hər dil var burada. Yəni ingilis dili, rus dili var. Əsas olan seçirsən günlük, saatlıq bilet və 1 saat ərzində şəhərin mərkəzindəsən. Yəni çox rahatdır. Avtobusların nömrələri, hara gedir, hər şey qeyd olunub. Bu mənim qaldığım hosteldir, bizim yataq otağımızda. Əsgərliyim yadıma düşdü. Gedirik Praqanı gəzməyə. Bu isə sanitar qovşaq. Yaxşı ki, otağı istidir. Bu hostelə mən günlüyünə 20 funt sterling ödəmişəm. Hava bu günləri yaxşıdır. Bu görə burada da oturmaq olar. Səhər yeməyi yedim. Gedirəm hal-hazırda Praqanı gəzməyə. Başlayırıq birinci növbədə Karlov Mostdan, ən məşhur yerlərindən biri. Ümumiyyətlə Praqa şəhər olaraq çox tarixi gözəl yerdir və bu küçələr mənə biraz içəri xatırladır. Çox enişli, yoxuşlu şəhərdir. Bu günləri Praqada hava çox gözəldir. Mənim bəxtimdən əsl gəziləsi hava var. Bayaqları mən enişli, yoxuşlu deyəndə bu nəzərdə tuturdum. Görürsünüz, buradan yol yuxarı qalxır, aşağı düşür. Oradan və yenidən yuxarı qalxır. Bu isə Praqada demək olar ki, ən məşhur yer. Karlov Most turistlərin ən çox gəldiyi yerdir. Ətrafa baxanda aydın olur. Yəni buranı gəzərkən müəyyən şeylərin şahidi olursan, onun biri də turistlərin həddindən çox olmağı, rus dilində insanların həddindən çox danışmağı. Mənə çox sual verilir, gəlib burada işləmək olarmı, rus dilini bilirsənsə, bəli, düşünürəm olar. Çünki 5 nəfərdən azı biri rus dilində danışır. Ona görə çox rahatdır. Hətta nəqliyyat cəhətdən də çox rahatdır. Nəqliyyat da, yəni avtobuslar hamısı yenidir. Gördüyünüz kimi hər 15 metrdən bir, 10 metrdən belə bir maraqlı heykəllər var. Bütün körpü boyu. Hər yerdə olduğu kimi burada bir ocaq var. Gəlib bura qıfıl bağlayıblar, nə bilim qırmızı əski bağlayıblar. Bu heykələ o qədər toxunublar ki, artıq heykəlin bir hissəsi parıldamağa başlayıb. Güya toxunanda sağ tərəfə, sol tərəfə arzularımız yerinə yetir. Nə arzumuz var? Allah bizim arzularımızı yerinə yetirsin. Ümidimiz olmasın bu heykələ. Görürsünüz, o qədər toxunublar ki, artıq fərqlidir burayla buranın rəngi. Təbii ki, Praqa gəlirsənsə, hədiyyəsiz geri dönmək olmaz. Kiçik də olsa nəsə hədiyyə almaq lazımdır. Belə bir tur maşınıdır. Şəhər gəzdirir, xəritədə qeyd olunub, paranı gəzdirir. Qiyməti, bu qəşəng qiyməti var. Qiyməti 40 dəqiqəsi 80 euro, 1 saatı 110 euro. Bilmirəm, bu adam başına yoxsa ümumi maşını. Düşünürəm ki, ümumi maşındır. Maşını götürürsən, daha sürücü var da səni şəhəri gəzdirir. Arxada da var. Maraqlı bir Mercedes. Artıq aprel, may, bu aylar, yaz ayları Avropanın əsl gəzilən vaxtlarıdır. Hava gözəl, sərin, çox isti deyil. Tramvaylar xüsusi zövq verir şəhərə. Burası isə yarmarkadır. Buraya belə nə məhsullar var.
çörəkdir, şirniyyatdır. Bu da biskilər. Bunu alıb yoxlayacağım, çox dadlı görsənir. Sorry. Xanım orada bişirir. Əsgərlər karoldadılar. Bunların da işi zürün var. Hamı gəlib gəzətdirir. Arkada isə Praqanın ən böyük kilsəsidir. Bu kilsəyə daxil olmaq üçün yaranan növbəyə baxın. Praqada birinci günümüzdür, gəzintimiz davam edir. Bir gün üçün çox gözəl yerləri gəzdik. İnşallah sabaha alınsa içərini də görmək istəyirəm. Çünki bir neçə belə yerdə olmuşam. Ən xoşuma gələn York şəhərindəki katedral olub. Səhər açıldı. Praqada ikinci günümüz. Yüngülvari səhər yeməyimizi edək və çıxaq gəzməyə. Burada səhər yemək üçün şirniyyatdır, yumurtadır, nə istəsəniz var. Praqa Avropanın gəlləsi, görüləsi, gəziləsi yerlərindən, şəhərlərindən biridir. Hal-hazırda mən yuxarı qalxıram. Yuxarıdan mənzərə daha gözəl görsənir. Baxın ətrafa. Bir yerdə yaşıllıq varsa, təbiət oyaqdırsa hüzur var. Bura biraz çox dikdir. Amma bayrağın yanına gelmək istəyirəm. Mən həmişə demişəm, böyük şəhərlərin problemi də çox olur. London Praqadan 7-8 böyük olsa belə, Praqa Londondan təmiz şəhərdir. Evsizlər daha azdır. Bəli, Londonda iş imkanları daha çox ola bilər, amma xərclər daha çoxdur. Yəni Praqanı o cəhətdən çox bəyənirəm, çox təmiz şəhərdir. Buralarda məşq eləməyin də başqa ləzzəti var öz aramızda. Bu heykəl isə Çexlərin qəhrəmanı Yan Jişkadır və bu elə bir yerdədir ki, buradan baxarkən bütün Praqa ayağının altındadır. Yəni bura gəlirsinizsə, Praqa gəzmə mütləq bura gəlin. Görüntü çox gözəldir. Gəlin qalxaq yuxarı. Təsəvvür edin, bu heykəlin çəkisi 16 tondan yuxarıdır. Belə onu görəsiniz. Bura demək olar ki, Praqanın ən hündür yeridir. Bu həmin heykəldir, atın üstündən milli qəhrəmanlarıdır. Və buradan bütün şəhəri demək olar ki, rahat görmək olur. Şəhər bizim ayağımızın altındadır. Burada bir tərk edilmiş vışqaya oxşayan bir şey var. Böyle qalxa biləcəyim onun üstünə. Bu isə dəmir yoldur. Buradan düşə aşağı gedək Şinli avtobusa. Maraqlı turda bunlarla. Şəhər gəzmək yeri var.
Onsuz da Praqanı gəzərkən, yəni hər daşı divarı tarixdir və darıxmadan gəzə bilirsiniz. Hətta mən onu vurğulayım ki, Praqaya gəlməyə fikriniz varsa, ən azından çalışın 2 gününüzü ayırın, çünki bir gün yetməyə bilər. Yəni 2 gün ərzində rahat Praqanı gəzib gözəl yerlərin, muzeylərin görmək olar. Praqada bu legaldır. Hətta gördüyünüz qədərilə çəkim göstərim. İçəriyə çəkiş icazə vermirlər, amma çölə qoyublar. Hətta vitrində belə görsənir, əkiblər əməlli başı dibçəklərdə. Lenon divarı adlanır bura. Divarın üzərində maraqlı şəkillər həkk olunub. Turistlər də gəlib hifz etdirirlər, burada görə bilərsiniz. Praqada ümumiyyətlə nəqliyyat çox yaxşı işləyir. Metrodur, avtobusdur, yəni demək ki, hamısı təzədir və yəni tez-tez işləyir, tıxac olmur. Bu qədər turistin olmağına baxmayaraq. Praqanın gözəl yerlərin, maraqlı yerlərin qarşı-qarşı gəzməyə davam edirəm. Hava biraz isti idi, indi düzəldi. Mən də çox qalın geymişdim, düşündüm isti olacaq. Hava yaxşıdır hələ ki. Yaxşı vaxtı gəlmişəm. Paska bayramıdır, bayram əhli ruhiyyəsi var şəhərdə. Bura pubdur belə. 1891-ci ildə tikilib. Buradan düşmək olur aşağı. Amma o tərəfdən icazə yox idi. Bilet satılan yer buradır. Botlarla səyahət etmək istəyirsə, qiymətlər də qeyd olunub. 50 dəqiqəsi 18 evro. Hər birinin ayrı-ayrı qiymətləri qeyd olunub. Şəxsi botlar deyəkim ki. Bu oteldir. Qarşısında pub var. Praqada məşhur məkanlardan biri də buradır. Rəqs edən bina adlanır. Bu günləri artıq 2-ci gündür Praqada gəzirəm. Yoruldum artıq. Gedib yemək lazımdır. Yəni Praqaya 2-ci dəfə vuruldum. Yəni birinci dəfə gələndə qeyd etdiyim kimi o qədər gəzməmişdim. Zövq almamışdım. Bu dəfə həqiqətən zövq aldım. Vaxtım oldu. 2 gün gəzdim. Hələ bir günüm də var, 3-cü gün. Maraqlı restorandır. Matilda. Baxaq görək içəridə. Arxamda gördüyünüz saat Praqa astronomik saatıdır və 1410-cu ildə hazırlanıb. Hətta deyir, günəşin, ayın səmadakı mövqeyini belə göstərir. Bu restoranın maraqlı edən bir şey var, o da birisi nədir? Baxın budur. Əslində içərini çəkmək istəyərdim, içəri giriş ödənişlidir, qiyməti 14 evrodur. Sadəcə olaraq məsələ o ki, içəri çəkişə icazə vermirlər. İçəri daha maraqlı şeylər var. Praqaya gəlmək daha rahat olduğuna görə, yəni belə deyərəm də, bura turistlər daha çox gəlirlər və Avropanın həqiqətən ən gözəl şəhərlərindən biridir Praqa.
Maraqlı məkan həqiqətən. Bu masaj salonundakı bu masajistlərə görə adam həyatdan soyuyur sadəcə olaraq. Amma yolun ortasında uzadıblar qaqaşı yerdə masaj edirlər. Dörd günlük Praqa səfərimiz sona çatdı. Qayıdıram Londona və çox gözəl hisslərlə qayıdıram. Avropaya səyahət etmək istəyənlər siyahınıza mütləq Praqanı qeyd edin.